Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillahi ve ba'd. Ve sonra biz sizinle yetiştik. Deməli, 63-cü ayə. Uca Allah buyurur ki, bu ayədə وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ. Deməli, bu ayə İmam Bəğvi Rahiməllah buyurur ki, bu ayədə o vaxt ki, Uca Allah zikr edir. Deyir ki, biz sizdən deyir, misaq aldıq. Misaq, buyurur ki, İmam Bəğvi, yəni əhd aldıq. Misaq sözü əhd deməkdir. Ey Yahudilər. Və sizin üzərinizə deyir, Tur dağını qaldırdıq. Nə deməkdir? Burada deyir, yəni Tur dağı Siryani dilində adlanıb. Tur. Siryani dilində o dağın adı Turdur. Hansı ki, o dildə danışırdı Yahudilər. Və İbn Abbas buyurur ki, Allah Azze ve Celle Fələstində olan dağlardan birinə əmr edir ki, Yahudilərin başının üstündə dursun. Və həmən dağ öz yerindən qopur. Öz yerindən qopur və qalxır, deyir, onların başının üstünə. Yəni, Yahudilərin başının üstünə. Yəni, fikir verin, subhanallah, yəni, görün, o insanlar, görün, nələr görüblər. Zəlikə ənəlləhu Teala ənzələ Tevrat. Çünki deyir, Allah Azze ve Celle Tevratı Musa'ya o vaxt ki nazil etdi və fəəmara Musa qavməhu, Musa da öz qövmünə əmr etdi ki, o Tevratı qəbul etsinlər və onun hökmlərini yerinə yetirsinlər, əməl etsinlər. Fəəbəv ən yəqbəluhə lil-əsari vəl-ənfəli ləti hiyə fiyhə. Və deyir, onlar deyir, istəmədilər qəbul etməyə, çünki orada olan əhkamlara və çətinliklərə görə. Yəni, buyurur ki, İmam Bəğavi və kənət şəriətən thəqilə. Deyir, çünki deyir, yəni əhkamlar Tevratda şəriət nə idi? Ağır idi. Ağır şəriət idi. Necə ki, yadınıza gəlir, biz götürdük. Hətta onlar tövbə edəndə Allah tövbəni görüncə qəbul edirdi onlardan. Biri-birlərini öldürdülər, ondan sonra Allah tövbələrini qəbul edir. Subhanallah. فأمر الله تعالى جبريل عليه السلام فقلع جبلا على قدر عسكرهم فرفعوا فوق رؤوسهم مثل قامة الرجل كالظلة. Və deyir, Allah Azze ve Celle əmr edir Cəbrail Aleyhisselama dağlardan birinə, deyir ki, o dağın birini onların boyu qədər yuxarı, başlarından yuxarı qaldır. Elə bir ki, bir kölgə kimi olur, o dağ onların başının üstündə. Yəni, dağı qaldırır Cəbrail Aleyhisselam yerindən, düz başlarının üstündə saxlayır. Və sonra, qalə ləhum, illəm təqbəlü təvrat, ursiltu hədəl cəbəl aleykum. Və Musa Aleyhisselam buyurur ki, əgər Tövratı qəbul etməsəz, bu dağ deyir, sizin başınıza düşəcək. Xudu, ey qulnə ləhum xudu. Və Musa Aleyhisselam onlara deyir ki, götürün deyir. Mə ətəynəkum. Yəni, o şey ki, biz sizə vermişik. Yəni, mə ətəynəkum. Yəni, nəyi ki, sizə bəxş etdi. Yəni, Tövratı. Bi quvvətin. Diqqətli olun. Bi quvvətin. Nə ilə? Bi quvvə, yəni, möhkəmliyi ilə.
Və buyurur ki, "Men bəğə bi ciddin və ictihadin və muvazabə." Deyir, yəni ciddi şəkildə və ictihad edərək və ona sarılaraq, yəni yapışın Tevratdan ciddi şəkildə ictihad edərək və ona sarılaraq. Yəni Subhanallah. Allah Azze ve Celle Musa'ya deyir ki, de öz qövmünə, yəni Yahudilərə, onlar Qurana ciddi yaxınlaşsınlar. İctihad etsinlər, öyrənsinlər. Vəzkuru, yəni xatırlayın. Vəzkuru ey vədrusu mə fihi. Və qilə ihfazu və əməlu. Allah Azze ve Celle hətta Yahudilərə əmr etmişdi elm almağı. Və deyir ki, Musa onlara xatırlayın, orada olanları, Tevratda olanları, yəni dərs alın Tevratdan və nə ki orada var əhkamlardan, əzbərliyin və əməl edin. Ləalləkum təttəqun. Ola bilsin ki, qorxasınız Allahdan. Likey təncəv minəl hələki fid dünya vəl əzəbə fil uqbə. Dünya və axirətdə olan əzablardan qurtulmaq üçün. Yəni, Subhanallah, hətta Tevrat belə nazil olanda Peyğəmbər Musa aleyhisselam əmr edirdi öz qövmünə ki, öyrənin bu Tevratı, ictihad eləyin, ciddi şəkildə yaxınlaşın, səhlənkarlıq eləməyin, boşluq eləməyin. Çünki insan öz təbiətində istəmir elm öyrənmək, ağır gəlir ona. Bəzilərini deyəndə deyir ki, yox, deyir, vaxt gedib. Dili ilə deməsə də bəziləri görürsən əməli ilə deyir. Deyir, qocalmışam, yəni mən bundan sonra elm öyrənəcəm. La ilahə illallah. Yox, sən nə bilirsən ki, hətta insanlar qoca yaşlarında elm öyrənib alim olublar. Hətta yaşlı insanlar olub, elm öyrəniblər, alim olublar. Peyğəmbər sallallahu aleyhi ve sellem nə qədər sahabələri buna dəlildir. Və onlardan sonra gələnlər, tabeinlər, nə qədərsə buna dəlildir. Və indi siz fikirləşin, həmən şey, həmən əmr Quran-ı Kərimdə də var. Yəni Allah Azze ve Celle Quranı da bizə, ümmətə nazil eləyib və deyib ondan bərk yapışın. Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərində birində nə deyir? Mən sizə iki şeyi tərk edirəm. Tərk edib gedirəm. Əgər onlardan yapışsaz, deyir, gecəniz də gündüz kimi olacaq. Allahın və Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsi. Yapışmaq nə deyil, nədir məqsədəz qardaşlar? Yapışmaq, Quran-ı Kərimi öyrənmək, oxumaq, orada olan elmləri tələb etmək. Bunlar nicatdır bu dünyada və axirətdə. Amma görürsən ki, şeytan öz işini görür, xüsusən cavanlarla. Yəni, insan ki, biraz cavan oldu, 30-dan aşağıdır yaşı və yaxud da hələ ki, 30-un içərisindədir. Görürsən ki, əşya, vaxtın var, sonra öyrənərsən, vaxtın var. Amma ki, insan bilmir, nə vaxt dünyasını dəyişəcək, onu heç kəs bilmir. Və sonra buyurur ki, فَاِنْ قَبِلْتُمْ وَإِلَّا رَضَخْتُكُمْ بِهَذَا الْجَبَلِ. Deyir, əgər qəbul etsəz, nə xoş sizə. Yoxsa əks təqdirdə bu dağ deyir, düşəcək başınıza. Yəni, dağı qaldırır, Cəbrail aleyhissalam onların başına. O vaxt ki, Musa onlara əmr edir ki, Tevratdan yapışsınlar. فَلَمَّ رَأُوا أَلَّا مَهْرَبَ لَهُمْ عَنْهَا قَبِلُوا وَسَجَدُوا. Və Yahudilər o vaxt ki, gördülər ki, artıq çıxış yolu yoxdur, qaçan bir yer yoxdur, qəbul etdilər Allahın əmrini, Tevratdan, yəni yapışmağı, onu öyrənməyi və üstəlik səcdə etdilər. وَجَعَلُوا يُلَاحِظُونَ الْجَبَلَ وَهُمْ سُجُودٌ. Subhanallah. Səcdələri də deyir, nə idi? Yəni, bir yanı üstündə səcdə eləmişlər. Sifətlərinin bir yanı üstündə səcdə etmişlər. Başqa bir yanı üzərində, yəni gözlərini qaldırıb dağa baxırdılar ki, görək dağ başımıza düşəcək, yoxsa yox. فَسَارَ سُنَّةً فِي الْيَهُودِ لَا يَسْجُدُونَ إِلَّا عَلَى أَنْصَافِ وُجُوهِهِمْ. Və deyir, sonra deyir, onların bu səcdəsi Yahudilərdə bir sünnəyə çevrildi.
və Yahudilər deyir, səcdə edəndə sifətlərinin bir ilə səcdə edərlər. Aydındır, yəni biri var, məsələn biz səcdə eləyəndə alnımızı və burnumuzu qoyuruq tam yerə, üzümüzü tam şəkildə yerə qoyuruq yəni. Aydındır, amma Yahudilər o cür eləmirdi. Yəni yan tərəfi qoyurdu, bir üzünü qoyurdu, o biri gözü qalırdı yuxarıda, baxırdı ki, görək yuxarıda nə baş verir. Və yəquluna bihəzə sucud rufi'al əzəbu anna. Və onlar deyərdilər ki, bu səcdəyə görə bizim üzərimizdən deyir, əzab deyir, qalxdı. Yəni bu səcdəyə görə. Və sonra Rəbbimiz növbəti ayədə buyurur ki, وَلَقَدْ عَلِمْتُمُ الَّذ۪ينَ اَعْتَدَوْ مِنْكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ. Və sonra Rəbbimiz 65-ci ayəyə qayıdır və bu 65-ci ayədə buyurur ki, وَلَقَدْ عَلِمْتُمُ الَّذ۪ينَ اَعْتَدَوْ مِنْكُمْ. Və artıq deyirsiniz, bildiğiniz o kəslər barəsində ki, 6-cı günü həddlərini aşdılar. 6-cı günlü məsələsidir. Hansı ki, onlar o günü həddlərini aşırlar. Yəni, Allahın əmrinə görə, ey cəvəzül həddə, yəni həddimizi aşdınız, yəni Allahın əmrindən qırağa çıxdınız. Və buyurur ki, və aslu səbt, yəni səbt sözü 6-cı gün deyirlər də bizdə tərcümədə. Ərəblərdə səbt sözü əl-qatı, kəsmək deməkdir. Qilə summiyə yevmus səbt bidəlik liyən Allah Teala qata'a fihil xalqa. Deyir, nəyə görə 6-cı günü yəni kəsmək adlanıb? Çünki deyir, yəni qırılmaq adlanıb. Çünki Allah Azze ve Celle məxluqatı o gündə bitirdi. Çünki Allah Quranda nə deyir? Biz deyir, yeri və göyü 6 gün içərisində xəlq etdik. Yəni 6-cı günü artıq xəlq olmağı bitir. Aydındır, 6-cı gün Allah Subhanahu xəlq etməsini bitirir. Və sonra buyurur ki, وَقِيلَ لِأَنَّ الْيَهُودَ أُمِرُوا فِيهِ بِقَطْعِ الْأَعْمَالِ. Həmçinin deyilib ki, Yahudlar əmr olundular həmən günü əməl etməməyi. 6-cı günü yəni əməl etməməyi. وَالْقِصَّةُ فِيهِ, yəni həmən qissə də o barədə odur ki, أَنَّهُمْ كَانُوا زَمَنَ دَاوُدْ عَلَيْهِ السَّلَامِ بِأَرْضٍ يُقَالُ لَهَا أَيْلَةُ حَرَّمَ اللّٰهُ عَلَيْهِمْ صَيْدَ السَّمَكِ يَوْمَ السَّبْتِ. Yəni o qissə olmuşdu, deyir, Davud Aleyhisselamın zamanında onlar Əylə adında bir yerdə yaşayırdılar. Və Allah Azze ve Celle Əylə şəhəri də Yahudilərin indi mövcud həmən şəhər. Yəni İordaniyanın, Misirin sərhədində, dənizdən keçəndə o şəhəri görürsən. Yəni o şəhəri mən özümdə görmüşəm, Misirə gedəndə. Gəmi ilə gecə vaxtı keçəndə o şəhəri biz gördük. Və buyurur ki, həmən Əylə şəhəri Allah Azze ve Celle orada, Yahudilər orada yaşayırlar birinci. Və Davud Aleyhisselam da orada olur. Və Allah Azze ve Celle onlara haram edir 6-cı günü şeyləməyi, balıq tutmağı. فَكَانَ إِذَا دَخَلَ السَّبْتُ لَمْ يَبْقَ حُوتٌ فِي الْبَحْرِ إِلَّا اجْتَمَعَ هُنَاكَ حَتَّى يُخْرِجْنَا خَرَاطِيمَهُنَّ مِنَ الْمَاءِ لِأَمْنِهَا. Subhanallah. حَتَّى لَا يُرَى الْمَاءُ مِنْ كَيْهَا. Deyir, fikir verin. Allah Azze ve Celle haram edir Yahudilərə 6-cı günü ov ovlamağı. Yəni balıq tutmağı. Çünki onlar balıq tutub onu ilə nə edirdilər? Onu ilə yaşayırlar. Və həmən günü də 6-cı günü nə qədər dənizdə balıqlar var idisə, hamısı gəlirdilər suyun üzərinə. Balığın çoxluğundan deyir, su belə görsənmirdi. Subhanallah. Yəni baxın Allahın imtihanına. Yəni o qədər əmin-amanlıq idi. Bu da Allahın əmridir balıqlar üçün. Aydındır. Yəni əmin-aman olduqlarına görə bütün balıqlar çıxırdılar hara? Suyun üzərinə, özdə hamısı yaxınlaşırlar hara? Düz demək olar ki, sahilə.
Hətta la yural ma'u min kəsratiha. Və deyir, hətta sən deyir, onların çoxluğundan deyir, suyu görməzdin. Təmirdir. Nə qədər çox idilər yəni balıqlar. فإذا مضى السبت تغرقنا ولزمنا مقل البحر. Yəni aqral bəhri. O vaxt ki deyir 6-cı günü bitdi, yəni 6-cı günü bitəndən sonra gəlir nə bazar günü. Bütün balıqlar enərdilər dənizin deyir dibinə, dərinliklərinə. Fələ yura şey'un minhə. Və sən deyir, oradan deyir, onlardan bir şey görməzdin, yəni suyun üzərində. Fədəlikə qavluhu teala. Və bu da Rəbbimizin o ayəsinə dəlildir ki, Əraf surəsində necə buyurur? İz tə'tihim hitanuhum yevmə səbtihim şurra'an və yevmə la yesbitunə la tə'tihim. Uca Allah Əraf surəsi 163-cü ayədə deyir ki, onların deyir, balıqları 6-cı günü çıxardılar üzə. 6-dan sonra isə deyir, heç bir şey gəlməzdi, yəni sahilə tərəf. Hətta balıq tutmaq istəsəydilər, ağır olardı, çətinlik olardı onlar üçün. ثم إن الشيطان وسوس إليهم وقال إنما نهيتم عن أخذها يوم السبت فعمد رجال فحفروا الحياض حول البحر. Və sonra deyir, şeytan deyir, onlara deyir, vəsvəsə verərək deyir ki, siz deyir, 6-cı günü deyir, əmr olunmuşsunuz da, yəni qadağan olunmuşsunuz daha doğrusu, balıq tutmaqdan. Yəni qadağan olunmuşsunuz, 6-cı günü balıq tutmaqdan. 6-cı günü tutmayın, yəni atın tələlərinizi. Və deyir, onlardan bir dəstə kişilər hovuzlar qazıyırlar. Hovuz, yəni dənizin sahilində, qıraqda hovuzlar qazıyırlar. Dənizdə, yəni çıxan tərəfdən də, aydındırmı? Yəni sahildə, qıraqda, qumluqlarda böyük hovuzlar, çünki balıqlar çoxdur da. Hovuzlar qazıyırlar. فَإِذَا كَانَتْ عَيْشَةُ الْجُمْعَةِ فَتَحُوا تِلْكَ الْأَنْهَرِ. Və deyir, cümə gününün gecəsi, səhəri uşaq nədir? 6-cı günüdə. Onlar cümə gününün gecəsini həmən o hovuzların ağzını dənizə tərəf açardılar. Açanda nə olur? Yəni dənizin suyu birbaşa gəlir, hara? Həmən hovuzlara da girir. Aydındır? Yəni balıqlar da üzə çıxanda balıqlar da hamısı gəlirlər, girirlər hovuzlara. Yəni bu da nədir? Onların hiləsidir, yəni Yahudilərin. Fəəqbəlül məvcul bil heytani ilə əl-hiyat. Və deyir, dalğalar da deyir dənizdən həmən balıqları yetəliyib gətirib salardı həmən hovuzun içərisinə. Yəni həmən hovuzlara. Fələ yəqdirnə aləl-xuruc li bu'd umqihə və qilləti maihə. Və balıqlar deyir, həmən hovuzların azlığından, çox olduqlarına görə nə üzüb qayıda bilmirdilər. Aydındır? Və hamısı yığılıb qalırdı harda? Həmən hovuzların içərisində. Subhanallah. Yəni tələ qururlar bunlar bu cürə. Deyirlər, Allah bizə əmr eləyib, nəhy eləyib 6-cı gün oruç eləməyi, balıq tutmağı. Yəni, gəlin deyir, biz 5-ci günün gecəsindən hovuzları qazıyaq. Aydındır, ləpə də vuracaqdır onları. Dolacaqlar hovuzlara 6-cı günü. Ağızlarını bağlayaq, bazar günündə hamısını çıxartarıq. Subhanallah. فَإِذَا كَانَ يَوْمُ الْأَحَدِ. Və deyir, bazar günü gəldikdə isə deyir, əxaduhə. Onlar deyir, bazar günü onları götürərdi. Yəni balıqları götürərdilər. Aydındır. وَقِيلَ كَانُوا يَسُوقُونَ الْحِيتَانَ إِلَى الْحِيَاضِ يَوْمَ السَّبْتِ وَلَا يَأْخُذُونَهَا ثُمَّ يَأْخُذُونَهَا يَوْمَ الْأَحَدِ. Həmçinin ki, onlar deyir, 6-cı günləri deyir, həmən balıqları özləri nə inirdilər? Yəni dartıb salırdılar o şeylərə, həmən hovuzların içərisinə. Aydındır? Yəni çəkib gətirirdilər hovuzların içərisinə. Yəni tutmurdular da, belə deyək. Aydındır? Bunların hiləsinə görə tutmurlar. Amma hovuzun içərisinə salırlar. Və sonra hovuzların ağzını bağlayırdılar, saxlayırdılar nəyə? Sabaha. Yəni bazar gününü. Və bazar günü gəldikdə həmən balıqları nə edirdilər? Tuturdular. Və buyurur ki, فَفَعَلُوا ذَلِكَ. Və sonra deyir ki, وَكَانُوا يَسُقُونَ يَوْمَ سَوْيَخُذُونَهَا ثُمَّ يَأْخُذُونَ يَوْمُ الْأَحَدِ
وَقِيلَ كَانُوا يَنْصِبُونَ الْحَبَائِلَ وَالشُّخُوصَ يَوْمَ الْجُمْعَةِ وَيُخْرِجُونَهَا يَوْمَ الْأَحَدِ. Həmçinin deyir ki, deyilib ki, onlar cümə günü tələlərini qurardılar, yəni torları atırdılar. Aydındır. Bizə deyirlərdi, uduçkalar, torlar, zatlar bunları atırdılar. Və deyir, mütləq ki, balıqlar düşür axı ona. Aydındır. 6-cı günü dəymirdilər. Bazar günü hamısını gelib çıxartır. Torları, zatları hamısını çıxartırlar. فَفَعَلُوا ذَٰلِكَ زَمَانًا. Diqqətli olun. Və yahudilər deyir, bunu bir zaman, bir uzun bir müddət bu cürə əməl edirlər. وَلَمْ تَنْزِلْ عَلَيْهِمْ عُقُوبَةً. Və görürlər ki, artıq uzun müddət onlar bu əməli eləyirlər və buna görə onların üzərinə heç bir bəla nazil olmur. فَتَجَرَّؤُوا عَلَى الذَّنْبِ وَقَالُوا مَا نَرَى السَّبَبَ إِلَّا وَقَدْ أُحِلَّ لَنَا فَأَخَذُوا وَأَكَلُوا وَمَلَّحُوا وَبَاعُوا وَاشْتَرَوْا وَكَثُرَ مَالُهُمْ. Və deyir, onlar deyir, başlayırlar günahın üzərində cərəyan eləməyə. Yəni, bu günahın üzərində nə edirlər? Cərəyan eləyirlər. Yəni, Allahın qadağasının üzərində cərəyan eləyirlər. Yəni, davam eləyirlər. Və deyirlər ki, biz elə bir səbəb görmürük ki, yəni, bizə haram olsun. Aydındır. Çünki ona görə ki, biz haram bir şey eləmirik. Bazar günü atırıq, cümə günü atırıq hər şeyi, torları və s. 6-cı günü deyir, biz onları tutmuruq, fəqət salıq onları hovuza. Aydındır. Bazar günü çıxartırıq. Subhanallah. Və deyir, başlayırlar, həmən balıqlardan, tutduğu balıqlardan yeyirlər, onları duzluyurlar, satanı satırlar, alanı alırlar və bunu ilə deyir, bir çoxları varlanır və böyük bir mala sahib olurlar. فَلَمَّ فَعَلُوا ذَٰلِكَ صَارَ أَهْلُ الْقَرْيَةِ. Və deyir, onlar bundan sonra yəni böyük bir şəhər tikirlər özlərinə. وَكَانُوا نَحْوًا مِنْ 70,000. Və özləri də o şəhərdə 70.000 insan idilər, yaşayırdılar. Və 3 yerə bölünürlər bu 70.000 insan. Yəni burada 3 yerə bölünür. Diqqətli olun. Çünki Davud əleyhissalam da oradadır. Sinfun əmsəkə və nəhə. Onlardan bir sinifi, o 70.000-dən bir sinifi Allahın əmrindən yapışırlar və qalanlarına da qadağan edirlər ki, yəni uzaq durun Allahın qəzəbindən. Yəni yapışırlar Allahın əmrindən. Tövhid əhlidirlər. Və sinfun əmsəkə və ləm yənhə. Və bir dəstə isə onlardan Allahın əmrindən yapışırlar, amma o günah edənlərə qadağan etmirlər. Və həqiqətən, qardaşlarım, bu hallara, insanların bu halına, Yahudilərin zamanından və bu günləri mən sizə bir məsələyə toxunacağım bunun arxasıca. Və mühümdür məsələ. Və üçüncü bir dəstə isə onlardan intəhəkəl hurmə. Onlardan üçüncü dəstə isə o kəsdir ki, onlar nə inirlər? Yəni, o haramları ötüb keçirlər. Yəni, o haramı edirlər. Hilə quraraq. Və kənən nəhun 12,000. Yəni, o 70.000 içərisində qadağan edənlər, Allahın əmrindən yapışanlar 12.000 idi. Fələmmə əbəl mücrimun qabulə nushihim. O vaxt gedir o günahkarlar, hansılar ki, nəsihətlərini onların qəbul etmədilər, dedilər ki, yəni günah etməyənlər onlara dedilər ki, qalu vallahi la nusakinukum fiyetin vahidə fəqassamul qaryətə bicidarin və abaru bidəlikə sənəteyn. Və həmən o günah etməyənlər deyirlər ki, vallahi biz sizinlə bir şəhərdə yaşamayacaq. Və nə edirlər? Və şəhəri bölürlər. Şəhəri bölürlər, ortadan bir dənə divar çəkirlər. Və o divarı da 12 ilə tikirlər o divarı. Fələ'ənəhum Davud aleyhisselam. Və Davud aleyhisselam da onlara lənət oxuyur. Fikir verin, Peyğəmbər yanlarındadır. Bunlar nədir? Düzəlmirlər. Hələ öz günahlarının üzərində israr edirlər.
Və qadiballahu aleyhim li israrihim aləl məsiyə. Və Allah Azze və Cəllə də öz qəzəbini indirir onların üzərinə, günahların üzərində israr etdiklərinə görə. Xüsusən də hansı halda əziz qardaşlar? Yanlarında kim var idi? Davud əleyhissalam. Eləcə də Davud əleyhissalama iman gətirən, yəni Allahın qadağasından çəkilən 12 mində öz cəmaatından Yahudilər var idi. Yəni tövhid əhli mövcud idi. Və onlara əmr edirdilər ki, nədir? Bu haramdır, uzaq durun. Fəxarəcən nəhun zətə yevmin min bəbihim və ləm yəxruc minəl mücriminə əhədun və ləm yəftəhu bəbəhum. Və onlar deyir, həmən divarlardan, yəni divarın arasından onların da qapısı olur, yəni bunların da qapısı olur. Aydındır? Yəni ortadan divar çəkilib, elə bir ki, nədir? Qapı var, onlar üçündə və bu biri tərəf üçündə. Və o vaxt ki, deyir, salihlər çıxırlar, deyir, öz qapılarından, yəni bayra, dənizə tərəf, görürlər ki, yəni bunlar qapıdan çıxmırlar. Yəni oradan səs gəlmir. Yəni bunların qapısı nəsə açılmır. وَلَمْ يَخْرُجْ مِنَ الْمُجْرِمِينَ أَحَدٌ وَلَمْ يَفْتَحُ بَابَهُمْ. Yəni görürlər ki, heç kəs o günahkarlardan bayra çıxmır və qapıları da bağlıdır. فَلَمَّا أَبْطَأُوا تَسَوَّرُوا عَلَيْهِمُ الْحَائِطَ فَإِذَا هُمْ جَمِيعًا قِرَدَةً لَهَا أَذْنَابٌ يَتَعَاوَوْنَ. Və bu vaxtı deyir, həmən salihlər görürlər ki, uzun müddətdir, onlardan heç kəs bayra çıxmır, qapıları da bağlıdır. Bu vaxtı istəyirlər qapını açsınlar, görə qapı açılmır. Və dırmaşırlar hara? O divarlara. Ki, baxsınlar ki, nə olub orada. Və dırmaşanda görürlər ki, onlar hamısı dönüb olublar, bir qismi onlardan meymunlar və bir qismi də dönüb onlardan olub donuzlar. Və buyurur ki, hətta deyir, başlayırlar və onların deyir, quyruqları olur, başlayırlar qışqırmağa. Yəni bütün Yahudilər dönüb olublar nə? Donuz və meymun. Və Qatədə deyir ki, Sara şubbənu qeyvə şuyuxu xanazir. Cavanları deyir, onlardan deyir, meymunlara dönmüşdü, yaşlıları isə deyir, donuzlara. Fəməkəsu sələsətə əyyəmin thümmə hələku. Yəni 3 gün deyir, onlar bu halda qalırlar. Yəni donuz və meymun halında. 3 gün bu halda qalırlar və ondan sonra hamısı həlak olur. Yəni hamısı ölür, məhv olur. وَلَمْ يَمْكُثْ مَسْخٌ فَوْقَ ثَلَاثَةِ أَيَّامٍ وَلَمْ يَتَوَالَدُوا. Yəni 3 gündən artıq onların yəni insaniyyətdən heyvana çevrilmələri 3 gündən artıq çəkmir. Və onlardan da heç bir törəmələr də olmur. Onlardan da heç bir törəmələr olmur. Yəni bu şəkildə Allah Azze və Cəllə onları nə edir? Məhv edir. Ən birinci buradan faydası qardaşlar odur ki, fikir verin, hətta Peyğəmbər olan yerdə, tövhid əhli olan yerdə insanlar daima bölünüblər qismlərə. Və necə ki, sən bu günləri görərsən, hətta müsəlmanların içərisində də bu bölümlər var. Ona görə diqqətli olsaq biz, əgər gözümüzü açıb yaxşı baxsaq, bu cürə təfsir, ayələrinə və s. biz dərk eləyərik ki, bu günləri baş verən məsələlər müsəlmanların arasında nədən doğur? Nədən əmələ gəlir? Və o kəslər ki, görürsən ki, müsəlmanlardan tövhid əhlidir, yapışıblar Quran və sünnədən, Allah bizi onlardan etsin, görərsən o insanlar daima nədir? Xeyrin üzərindədirlər. Və onlardan da bir qismi var ki, bu günləri özlərini Qurandan və sünnədən yapışmış kimi göstərirlər, lakin bəzi günah əhlilərinə və bəzi bidət sahibləri isə nə edirlər? Onlara üzürlər gətirirlər. Yəni o şəkildə üzürlər gətirirlər ki, elə bir ki, onları etdikləri günah yəni insanlardan elə bir qismləri vardır ki, onlar
bu günləri müsəlmanların içərisində həmən günah əhlini, yəni ikinci qism, həmən günah əhlini görsələr də günahların üzərində onlara nə edirlər? Yəni üzürlər gətirirlər, lakin onları haramlardan çəkindirmirlər. Əksinə onların, yəni hətta bəziləri var, görərsən ki, onların etdiyi günahlara belə nə edirlər? Dəlillər gətirirlər ki, heç bir problemi yoxdur. Yəni bu qism bu günləri də var müsəlmanların içərisində. Təəssüflər olsun. Necə ki, Davud əleyhissalamın zamanında olubsa, bu günləri bizdə də var. Aydındır. Və üçüncü qism isə o kəslərdir ki, onlar ki, öz şirklərinin, küfürlərinin üzərində davam edirlər və yaxud da günahlarının üzərində davam edirlər və israr edirlər. Yəni o günahları açıq aydında görürlər. Belə həya da etmirlər başqa insanlardan. Məsələn, riba alıb yeyənlər, cəmaatın haqqını yeyənlər, nə bilim müğənnilər, nə bilim aktyorlar, cürbəcür günah hələ, hansı ki onların içərisində hərdən də bəzi işlərsən ki, bəziləri göyə namaz qılır, nə bilim deyirlər göyə qardaşdır, filandır, peşmandır. Subhanallah, yəni qəribədir. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizim ümmət üçün də deyib ki, səhih hədisdə bu ümmətin də bir günü gələcək, bu ümmətdən bir dəstə qövm meymunlara və donuzlara dönəcəklər. Və bu qiyamətə yaxın baş verəcəyiz, qardaşlar. Və bugünkü hal kim baxsa bəsirət gözü ilə görər ki, həqiqətən bu günləri müsəlmanların içərisində olan bu tartışmalarla hamısı nədir? Ona tərəf gedir. Bir qövm, bir dəstə var ki, onlar şək yoxdur ki, azlıq təşkil edir. Onlar həqiqətən Quran və sünnədən yapışıblar və haram görəndə, bidət görəndə də bəyan eləyirlər və rədd eləyirlər bidət əhlinə. Nəyə görə? Çünki başqaları o bidətə düşməsin. Və başqaları o haramı tanısınlar. Bilsinlər haqq nədir. İkinci dəstə isə onlar da dindən yapışıblar, lakin onlar üçün fərqi yoxdur. Xavaric də qardaşdır, Əşari də qardaşdır, Murciyə də qardaşdır, Sufi də qardaşdır, hamısı qardaşdır. Aydındır. Bölmək olmaz, fitnə olmaz, nə bilim filan olmaz, onu bu cürə qələmə verirlər. Güya fitnə adı ilə. La ilahə illallah. Aydındır. Və onlar da şək yoxdur ki, nədir? Zəlalətin üzərindədirlər. Və üçüncü qism isə onlar hansılar ki, ümumən başlarını buraxıblar. Günahların üzərində açıq aydın. Güya özlərinə müsəlman deyərək günahların üzərindədirlər açıq aydın. Hər bir şəkli ilə. Və baxın, adicə bu qissəni biz oxuyuruq hardan? Quran-ı Kərimin təfsiri də qardaşlar. Özü görün hansı zaman? Davud əleyhissalamın zamanı. Yəni Allah Azze və Cəllə bu şeyləri bizə ibrət almaq üçün misal çəkib. Yəni ki, biz ibrət alaq bunlardan. Öyrənək, bilək ki, bax, qövmlər olub, bu cürə halda olublar, Allah onları donuzlara və meymunlara döndərib. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də düz o Davud əleyhissalamın ümmətindəydi. Bizim ümmət üçün də deyib, qiyamətə yaxın bizdən də bir dəstə insanlar olacaq. Onlar deyir nə? Bu haramlara getdiklərinə görə onlar deyir, bir gün ayılacaqlar ki, müsəlman, onlar da donuzlara və meymunlara dönüblər. Bu təhdidi Peyğəmbər sallallahu aleyhi ve sellem öz ümməti üçün də eləyib. Bu mühümdir. Ona görə gələ insan diqqətli olmalıdır. Yəni Quran və sünnədən yapışdınsa, ondan həqiqi şəkildə yapışmalısan. Həm oxumaqla, həm öyrənməklə. Çünki oxuyub öyrənməsən, fəqət desən ki, mən də yapışmışam Quran və sünnədən, lakin səhər, axşama qədər dünya və s. ancaq dünyanın dalınca qaç, ancaq dünyanı fikirləş, ancaq yemək fikirləş, geyinmək, yaşamaq, ev, maşın, filan, peşman.
hansı dinlə yəni yaşayacaqsan? Necə özünü qoruyacaqsan? Ona görə fikir verin ki, keçən ayədə biz nə götürdük? Allah Azze ve Celle gör, Musa Aleyhisselam nə dedi? De ki, o Yahudilərə yapışsınlar Tövratdan. Ciddi şəkildə ictihad etsinlər, öyrənsinlər orada olanları. Və bu əmr bu günləri Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən bizim üçün də var, Quran üçün. Çünki hər bir xeyir, dünya və axirətin xeyri yalnız bu Qurandadır. Dünya axirətin xeyri yalnız Qurandadır və sünnədədir. Kim ondan yapışdı, dünya və axirətdə xoşbaxt olacaq. Kim ki onu səhlənkarcasına tərk elədi və boşluq verdi və s. getdi öz havasının dalıyca, vallahi həlak olacaq, geci tezi. Və insanlar görmüşük ki, yarım metre saqqalı olub, amma bir müddətdən sonra görürsən ki, qırxıb saqqalını və bir şey yoxa çıxıb. Nə namaz qılır, nə bir şey. Nəyə görə? Çünki cahil yaşadığına görə, cəhalət içərisində yaşadığına görə və özünü cürbəcür bidət sahiblərinin yanına fitnələrini atdığına görə, qulaq astığına görə, xavariclərə, nə bilim, murciələrə filan peşman düşüb cürbəcür fitnələrə və görürsən ki, axırda nə olub? Hətta axırda namazla belə tərk edin. Mövcuddur. İndi siz fikirləşin ki, Peyğəmbər sallallahu aleyhi ve sellem qiyamətə yaxın deyib ki, mənim ümmətimdən donuzlara və meymunlara dönənlər olacaq. Subhanallah. Və Şeyx Salih Fovzanın bu barədə gözəl şərhi var o hədisə. Və deyir ki, vallahi deyir, biz qorxmalıyıq nəfsimizdən deyir bu şeyə. Yahudilərə baş verən kimi deyir, bu şey bizlərə də baş verəcək. Lakin kimlərin üzərində baş verəcək? Kimlərin üzərində baş verəcək əziz qardaşlar? Acı biz buradan götürürük. O kəslər ki, nədir? Günahlarını açıq, aydın insanların qarşısında edirlər. Nə həya var, nə abır. Aydındır. Qalallahu Teala fəqulna ləhum kunu qiradətən. Və sonra Allah Azze ve Celle buyurur ki, biz onlara dedik ki, meymunlar olun. Əmərə bitəhvilin və təkvin. Xasiin mub'adinə məfrudin. Biz onlara dedik ki, uzaqlaşdırılmış, yəni lənətlənmiş deyir, meymunlara dönün. Və qilə fihi təqdim və təxir. Ey kunu xasiin qiradətən. ولذلك لم يقل خاصئات والخصء الطرد والإبعاد وهو لازم ممتعد يقال خصأت فجعلناها أي جعلنا عقوبتهم بالمسخ نكالا عقوبة وعبرة. Biz deyir, Allah Azze ve Celle buyurur ki, biz onlar üçün deyir, əzab etdik. Yəni onların çevrilməsini insan şəkilindən heyvan şəkilinə. Məsx deyirlər ona. Məsx yəni onlar nə oldu? Yəni insan halından heyvan halına çevrildilər. Nə üçün? Onların yəni qulaq asmadıqlarına görə, tabi olmadıqlarına görə Allah və Resuluna. Həmçinin onlar üçün əzabdır bu dünyada, həmçinin ibrətdilər özlərindən sonra gələnlər üçün. وَالنِّكَالُ إِسْمٌ لِكُلِّ عُقُوبَةٍ يُنَكَّلُ النَّاظُرُ مِنْ فِعْلِ مَا جُعِلَتُ الْعُقُوبَةُ جَزَاءً عَلَيْهِ ومنه النكول عن اليمين وهو الامتناع وأصله من النكل وهو القيد ويكون جمعه أنكالا لما بين يديها. قال قتادة أراد بما بين يديها يعني ما سبقت من الذنوب أي جعلنا تلك العقوبة جزاء لما تقدم من ذنوبهم قبل نهيهم عن أخذ الصيد. Yani Allah Azze ve Celle buyurur ki, yani onlara biz bu akıbeti, yani bu cezanı neye göre verdik? Yani özlerinden qabaq etdikləri günahlarına görə. Hansı ki Allah onlara ne eləmişdi? Qadağan etmişdi ki 6-cı günü ovlamayın. Onlar ise Allah'ın qadağasının qabağında ne elədilər? Hilələr işlətdilər. Subhanallah. وَمَا خَلْفَهَا ve sonra buyurur ki həmçinin özlərindən sonra gələnlər üçün وَمَا حَضَرَ مِنَ الذُّنُوبِ ve sonra etdikləri həmçinin günahlar. Əl-ləti uxidu biha, hansı ki o günahlara görə onlar götürüldülər. Nə dedilər? Dedilər ki, görürsünüz deyir, biz bu cür eləyirik, yəni tuturuq, bizə heç bir əzab nazil olmur. La ilahə illallah. Və bu günlər elə insanlar var ki, onlar günah edir,
Deyir ki, görürsən, heç bir bəla gəlmir. Hə, deməli problem yoxdur. Elə bilir ki, yəni elə bilir ki, Allah Azze ve Celle onun etdiyi günahları görmür. Yəni özü həmən Allahın ona tərəf baxmasına alçaq şəkildə baxır. Subhanallah, Allahu Akbar. Allah'a sığınırıq yəni bu cür olmaqdan, həqiqətən. Və sonra buyurur ki, وَهِيَ الْعِسْيَانُ بِأَخْذِ الْحِيتَانِ O da onların deyir, günahı idi ki, onlar deyir, balığı tutardılar. وَقَالَ أَبُ الْعَالِ وَالرَّبِيعِ عُقُوبَةً لِمَنْ مَضَى مِنْ ذُنُوبِهِمْ وَعِبْرَةً لِمَنْ بَعْدَهُمْ أَنْ يَسْتَنُّ بِسُنَّتِهِمْ Həmçin deyir, Əbul Aliyə Rabi buyurur ki, bu onlar üçün deyir, bir əzab idi etdikləri günahlarına görə və ibrət idi özlərindən sonra gələnlər üçün ki, yəni onlar görsünlər ki, onların yolu necə olub. Subhanallah. Etdikləri bu əməllərinə görə Allah onları hətta meymun və donuzlara çevirib. وَجَعَلْنَاهَا أي جعلنا قرية أصحاب السبت عبرة لما بين يديها أي القرى التي كانت مبنية في الحال وما خلفها وما يحدث من القرى من بعد ليتعظوا وقيل في تقديم وتأخير. Deyir, həmçinin deyir, biz onlar üçün, yəni öz vaxtlarında yaşayanlar və onlardan sonra gələnlər üçün deyir, ibrətlər etdik bu şeyləri. فَجَعَلْنَاهَا وَمَا خَلْفَهَا اَيْ مَا اُعِدَّ لَهُمْ مِنَ الْعَذَابِ فِي الْآخِرَةِ Yəni, göstərmək istedik ki, biz onlara, Allah Azze ve Celle buyurur ki, necə əzab gözləyir onlara hələ ahirətdə. Hələ əgər onlar bu dünyada meymunlara, donuzlara dönübsə, ahirətdə onların əzabı nə olacaq? Fikir verin ki, heç o insanlar, yəni ki, nədir? Yəni, onlara heç macal verilməyib, heç tövbə eləsinlər. Aydındır? Meymunlara, donuzlara dönüb məhv olublar. Birbaşa Allah məhv edib onları. Çünki nəyə görə? Ona görə ki, artıq onların yanında tövhid əhli var idi. Onları dəvət eləyənlər, onlara qadağan eləyənlər. Onları dəvət eləyənlər ki, tövbə eləyin, dönün olduğunuz zəlalətdən. Lakin onlar qulaq asmırdılar. Öz şəhvətlərinə görə, öz hilələrinə görə, öz havalarına tabi olduqlarına görə. وَجَزَاءً لِمَا بَيْنَ يَدَيْهَا لِمَا تَقَدَّمَ مِنْ ذُنُوبِهِمْ بِاِعْتِدَائِهِمْ فِي السَّبْتِ Və deyir, biz cəza olaraq deyir, onların etdiklərinə, o ki, 6-cı gün onlar deyir, nə inərdilər? Yəni, balıq tutardılar. وَمَوْعِدَةً لِلْمُتَّقِينَ Və möminlər üçün, yəni Muhammed sallallahu aleyhi ve sellem ümmətindən olan möminlər üçün muizə olaraq فَلَا يَفْعَلُونَ مِثْلَ فِعْلِهِمْ Yəni, onların etdiyi kimi siz əməl etməyəsiniz. Onların əməl etdiyi kimi siz də o cürə əməllər etməyəsiniz. Allah subhanahu teala'ya sığınırıq. Yəni, Allahın qəzəbinə düşməkdən və eləcə də öz günahlarımızın şərindən də Allaha sığınırıq. Nəfsimizdə olan şərdən və vacibdir ki, üzərimizə daima neynəyək? Tövbə ilə etdiyimiz hər bir, hətta kiçik günaha görə. Çünki mömin deyir, öz günahına balaca olsa da ona bir dağ kimi baxır. Amma münafiq isə deyir, öz günahına nə deyir? Elə baxır ki, elə bir milçək qondu deyir və uçdu getdi. Və bu qədər az qardaşlar, Allah subhanahu teala bizə iştifa edən qullarına istəyin. Subhanəkə Allahum bihamdik. Və şəhədu ən la ilahə illə ənt. Estağfiruka və ətubu ileyk.